إن الحمد لله نحمده ونستعينه ونستغفره ونعوذ بالله من شرور أنفسنا ومن سيئات أعمالنا. من يهده الله فلا مضل له ومن يضلل فلا هادي له، وأشهد أن لا إله إلا الله وحده لا شريك له، وأشهد أن محمدًا عبده ورسوله صلى الله عليه وعلى آله وصحبه وسلم. يا أيها الذين آمنوا اتقوا الله حق تقاته ولا تموتن إلا وأنتم مسلمون. يا أيها الناس اتقوا ربكم الذي خلقكم من نفس واحدة وخلق منها زوجها وبث منهما رجالا كثيرا ونساء، واتقوا الله الذي تساءلون به والأرحام إن الله كان عليكم رقيبا. يا أيها الذين آمنوا اتقوا الله وقولوا قولا سديدا يصلح لكم أعمالكم ويغفر لكم ذنوبكم، ومن يطع الله ورسوله فقد فاز فوزا عظيما. أما بعد، فإن أصدق الحديث كتاب الله، وخير الهدي هدي محمد صلى الله عليه وسلم، وشر الأمور محدثاتها، وكل محدثة بدعة، وكل بدعة ضلالة، وكل ضلالة في النار. Mühtərəm müsəlmanlar, mühtərəm qardaşlar, ilk öncə aləmlərin Rəbbi olan Allaha həmd olsun. Allah Teala bizi xeyirli mövsümlərə yetişdirir. Xeyirli mövsümdür ona görə ki, təşrik günlərindəyik, ibadət, zikir, şükür, Allaha yaxınlaşdıran günlərdəyik. Allahu Akbar, Allahu Akbar, Allahu Akbar, La ilahe illallah, Allahu Akbar, Allahu Akbar, ve lillahil hamd. Değerli kardeşlerim, bugünkü xutbəmizin mevzusu Allah Teala'ya tövbə barədə olacaq. Allah Teala buyurur ki, Kur'an-ı Kerim'de Nisa suresi 27. ayədə Vallahu yuridu en yetuba aleykum. Allah sizin tövbələrinizi qəbul eləmək istəyir. Ve yuridu ellezine yettebi'une şehavat en temilu meylen azime. Şəhvətlərinə uyanlar, şəhvətlərinə tabi olanlar sizi böyük bir azğınlığa, zəlalətə yönəltmək istəyir. Fikir versəz değerli kardeşler, Allah Teala deyir ki, Vallahu yuridu en yetuba aleykum. Allah tövbələrinizi qəbul etmək istəyir. Allah Teala qullarına xeyir istəyəndir. Allah Teala qulları üçün asanlaşdırandır. İnnallaha yuridu bikumul yusur ve la yuridu bikumul usur. Allah Teala başka ayda bildirir ki, şübhəsiz ki Allah sizin üçün asanlıq istəyir. Allah sizə çətinlik istəmir. Allah Teala istəyir ki qulları tövbə eləsin. Allah Teala istəyir ki onları bağışlasın. Hətta fikir versəz Kur'an-ı Kerim'də bir çox ayələrdə Allah Teala günah eləyən qullarını səsləyir, onları çağırır. Allah Teala buyurur ki, Kul ya ibadiyellezine esrafu ala enfusihim la tegnatu min rahmetillah innallaha yaghfiru zunuba cemiyan. Günahlar edərək öz nəfslərinə zülm eləyən qullarıma de ki, Allahın rəhmətindən ümid üzməsinlər. Fikir versiz, günahlar eləyən və günahlar çoxdur qardaşlar. Günahların ən böyük şirk, bidət və digər günahlar. Lakin Allah Teala bunlara baxmayaraq tövbəyə səsləyir, tövbəyə çağırır, istəyir ki bağışlasın, istəyir ki rəhm eləsin, istəyir ki rəhmət eləsin. Və biz də qardaşlarım öz nəfsimizi təmizə çıxartmayaq, daima Allah Teala'ya tövbə eləyək. Hətta böyük günahlardan çəkinsək belə, kiçik günahlar olur. Allah Teala buyurur ki, Qudsi hədisdə Allah Teala buyurur ki, Ya ibadi, ey qullarım, kullukum tuqti'una bil-leyli ve'n-nahar ve ana aghfiru zunuba cemiyan. Siz hamınız gecə gündüz xətalar edirsiniz. Mən də hamısını bağışlayıram. Fəstəğfiruni, məndən bağışlanma diləyin. Əğfir ləkum, mən də sizi bağışlayayım. Fikir versəz, var, xəta var. Heç kim öz nəfsini təmizə çıxartmasın. Zahil insanların əlamətidir ki, onlar deyirlər ki, qəlbim təmizdir, mən heç kimin xətrinə dəyməmişəm və mənim günahım yoxdur.
Günah hamıda var, istər istəməz olur. Muhammed sallallahu aleyhi ve sellem hədisdədir ki, kullu ibn Adəm xatta və xayru xata'inə təvvabun. Hər bir Adəm evladı xəta eləyəndir, günah eləyəndir. Xətakarların ən xeyirlisi, sonra o xətadan tövbə eləyəndir. Başqa ayədə Allah subhanahu wa ta'ala ixlaslı qullarından, özündən qorxan qullardan, Allah'ı daim özlərində nəzarətçi bilən qullarından danışır ki, وَالَّذِينَ إِذَا فَعَلُوا فَاحِشَةً أَوْ ظَلَمُوا أَنفُسَهُمْ ذَكَرُوا اللّٰهَ فَاسْتَغْفَرُوا لِذُنُوبِهِمْ وَمَنْ يَغْفِرُ الذُّنُوبَ إِلَّا اللّٰهِ. Allah Teala buyurur ki, o kəslər ki, bir pis iş görəndə, günah iş tutanda, yaramaz bir iş görəndə Allah onların yanına düşür. Və elədikləri o yaramazlığa, o günahlara görə Allah'tan bağışlanma diləyirlər. Allah Teala deyir ki, وَمَنْ يَغْفِرُ الذُّنُوبَ إِلَّا اللّٰهِ. Günahları Allah'tan başqa bağışlayan mı var? Veya günahları Allah'tan başqa kim bağışlayan? Sonra Allah Teala deyir ki, وَلَمْ يُسِرُّوا عَلَى مَا فَعَلُوا وَهُمْ يَعْلَمُونَ. Onlar bilərəkdən günahın üzərində israrlı olmazlar. Mömin qulun vəsfidir, günah eləyəndən sonra dərhal tövbə eləmək. Lakin dəyərli qardaşlar, tövbə Allah'ın bizdən tələb elədiyi tövbədən söhbət gedir. Allah Teala buyurur ki, Quran-ı Kərimdə Təhrim surəsi 8-ci ayədə Ya eyyuhəl-ləzīnə əmənu tubu ilallahi tövbətən nasuhə əl-əyə. Allah Teala deyir ki, ey iman gətirənlər, Allaha səmimi olaraq tövbə eləyir. Hər tövbə deyil qardaşlarım, səmimi tövbə. Səmimi, Allahın istədiyi tövbə. İnsanların əksəriyyətinə fikir versəz, onlar tövbələrində sadəcə dillə bu tövbə sayılmır. Elm əhli buna tövbətül kəzzəbin, yalancı insanların tövbəsi deyir. Çünki səmimi tövbənin şərtləri var. İstəyirəm o şərtləri qısa olaraq həm özümə, həm də sizə xatırladım. Elm əhli buyurur ki, səmimi tövbənin 5 dənə şərti var qardaşlarım. Biz bu şərtləri bilmədiyimizə görə səmimi tövbə hansıdır bilmirik. Lakin bilirik ki, tövbə eləmək lazımdır. Gərək bu şərtləri də bilək. Hər bir tövbə eləyən insan gərək bu şərtlərlə tövbə eləsin. Xüsusən hansısa günahdan sonra, böyük günahdan sonra bu şərtləri bilsin tövbəsində. Elm əhli bildirir ki, birinci şərt odur ki, ixlas. Tövbə eləyəndə ixlaslı şəkildə tövbə eləməlisən. Allahın rızası üçün, Allaha görə insanlar sənə pis adam deməsinlər və ya nəsə insanların qınağından qaçmaq üçün, onların gözündə yaxşı insan olmaq üçün tövbə yox. Aləmlərin Rəbbi olan Allahın rızasını qazanmaq üçün tövbə eləmək. Allah Teala bildirir ki, Ələ lillahi dinul xalis. Bilin ki, xalis din Allaha məxsusdur. Bütün əməllər, bütün ibadətlər, tövbə də onların əvvəlində yalnız Allah üçün olmalıdır. Allahın rızası üçün, riyakarlıqdan uzaq, eşitdirməkdən uzaq, tam Allah üçün. Başa düşməlisən ki, sən Allah görür. Sən onu eləyəndə Allah görür. Allah eşidir. Allah xəbərdardır. Allaha görə tövbə edirsən. Və ikinci şərti dəyərli qardaşlarım, ən-nədəm, o günahdan sonra peşman olmaq. Peyğəmbər sallallahu aleyhi ve sellem deyir ki, peşmançılıq özü tövbədir. İnsan gərək peşman olsun əməlindən. O peşmançılığı sən gərək qəlbində yaşayasan. Allah Teala'ya bildirəsən ki, ya Rab, mən peşmanım. Mən sənin qarşıdız eləmədim. Gecə gündüz neymətləri verirsən. Gecə gündüz bol-bol neymətlər verirsən. Lakin mən sənə günah edirəm. Elədiyim əməldən peşmanam. Tutduğum əməldən peşmanam. Səhv elədim, ya Rab. Necə az öncə aya qeyd elədik. Yadva düşdü ki, Allah səni görüb. Peşmançılığı hiss elədi. Bütün bunları hiss eləmək lazım, dəyərli qardaşlar. Hətta tövbə səhi olsun. Üçüncü şərti, əl-iqla. Üçüncü şərti, tərk eləmək. Nəydən ki, tövbə edirsən? Tövbə elədiyin şeyi tərk eləmək. Əgər pis dostlar səni Allahdan və onun dinindən uzaqlaşdıran dostlarla əyləşməkdən tövbə eləmisənsə, vallahi tərk eləməlisən. Onlardan qaçmalısan. Şirdən qaçdığından da daha sürətli qaçmalısan. Hara qaçmalısan? Allaha. Fəfirru ilallah.
Allah Teala der ki, Allaha tərəf qaçın, Allaha doğru qaçın. Tərk eləməlisən. Tövbə elədiyin siqareti çəkməməlisən bir daha. Söyüş söyməməlisən. Başqa yaramaz əməllər, hələ Allah qorusun, böyüklərini saymırıq. Tövbə eləməlisən, tərk eləməlisən onu. Tərk eləməsən, qaydacaqsan. Bir adam siqarete tövbə eləyir, lakin siqaret çəkənlərlə əyləşir. Böyük ehtimal ki, çəkəcəksən yenə. Tərk eləsən, çəkməyəcəksən inşallah. Allah sənə yardım eləyəcək. Çünki sən mübarizə aparırsan nəfsinlə. Yekə bir insan, kamil bir insan, balaca bir şeyin əlində qalmamalıdır. Vallahi Allah Teala deyir ki, وَالَّذِينَ جَاهَدُوا فِينَا لَنَهْدِيَنَّهُمْ سُبُلَنَا وَاِنَّ اللّٰهَ لَمَعَ الْمُحْسِنِينَ Kim bizim üçün çalışarsa, vuruşarsa, əziyyət çəkərsə, biz onu yönəldərik, öz yolumuza müvəffəq eləyərik. Allah asanlaşdırar. Vallahi müvəffəq eləyərsən, tərk eləyərsən. İsrafın qarşısını alarsan, ailənin halal ruzusunu o harama verdiyindən uzaqlaşarsan. Sonra dəyərli qardaşlarım, dördüncü, əl-əzim, əzimkarlıq göstərmək. Nəydən ki, tövbə eləmişsən, əzim göstərməlisən, səy göstərməlisən, çalışmalısan ki, bir daha ona qayıtmayasan. Əgər bütün bunlar olsa qardaşlar, İnşallah tövbə səhi olur. Və beşincisi, sonuncusu, tövbə Allahın istədiyi vaxtda olmalıdır. Allahın istədiyi vaxtda tövbə eləməlisən. Necə deyirlər, can boğaza yetişəndə Allah Teala tövbəni qəbul eləmir. Necə hədisdə gəlir, günəş batdığı yerdən çıxanda tövbə qəbul olmayacaq. Ona görə bilmək lazımdır ki, Allah Teala möhlət verir. O möhləti düzgün istifadə eləmək, Allahla səmimi olmaq, Rasulla səmimi olmaq, Muhammed sallallahu aleyhi ve sellemlə, İslamla səmimi olmaq, İslamı yaşamaq, onu yaşatmaq, Allah Teala bunun üçün vaxt verir. Gərək biz bu vaxtdan səmərəli istifadə edək. Bəzi insanlar deyirlər, vaxtı öldürürəm. Necə Şeyh Fozan deyir, o sənin düşmənin deyir ki, sən onu öldürəsən. Həqiqətdə sən özündür. Gör nə qədər mühümdür ki, dəyərli qardaşlar, vaxt. Allah Teala olandır ki, vəl-asr. And olsun əsr çağına. İnnəl insan ləfi xusur. İnsan ziyan içərisindədir. Lakin hamı deyil. İllellezine əmənu. İstisna edir Allah Teala. İman gətirənlərdən başqa. Və amilu salihə. Salih əməl edənlərdən başqa. Və təvəsəv bil haqqi. Bir-birinə haqqı tövsiyə edənlər. Dəvət edənlərdən başqa. Və təvəsəv bil sabır. Bir-birinə səbirli olmağı tövsiyə edənlərdən başqa. Değerli kardeşlerim, tövbənin sağlam olması üçün, səmimi olması üçün əsas bu 5 dənə şərt var. Allah Teala hər birimizi özünə səmimi tövbə edən qullarından etsin. Allah Teala bizim hər birimizi tövbəsində bu 5 məsələni cəm edən qullarından etsin. Allah Teala bizi gizlində, aşkarda onun nəzarətini düşünən qullarından etsin. Vallahi kardeşler, o kadar Müslümanlar var ki, onlar aşkarda Allah'ın dostu kimi görünürlər. Gizlində Allah'ın düşmənləridir. Allah'a günahlar eləməklə mübarizə aparır. Allah da hamımızı onlardan qorusun. İnna Allah ya'muru bil adli vel ihsan ve ita'i zil qurba ve yenha anil fahşai vel munkar vel baghi ya'idukum la'allakum tezekkerun ve aqimus salah.